Mənim Bakı Post TV-də, YouTube televiziyasında Azərbaycan tarixi, mədəniyyəti, mənəviyyatı, siyasətimiz haqqında silsilə verilişlərim davam edir. Adlarından da gördüyünüz kimi müxtəlif sahələrə həsr olmuş söhbətlərimiz olub və bu söhbətlər bundan sonra daha ardıcıl şəkildə televiziyada göstəriləcək. Bugünkü söhbətimizin mövzusu məncə son dərəcə aktualdır və dünən baş vermiş bir mühüm hadisə haqqındadır. Dünən Azərbaycanın siyasi partiya liderləri, media nümayəndələri və politoloqları növbəti dəfə işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura səfər etdilər. Növbəti dəfə indi mən əslində getdikcə sayı artır, məncə 8-ci idi. Bu səfərlər bir vaxt Ağdamla başlamışdı, sonra da Şuşanı, Xankəndini, Laçını, Füzulini, Cəbrayili və Zəngilanı içinə alan, əslində bütün Qarabağ torpaqlarının, Qarabağ coğrafiyasını əhatə edən bir səfər proqramı, bir səfər, belə deyək ki, səfərlər ardıcılığı var. Bu böyük bir sevincdir. Bunun mənasını başa düşməyən o vaxt ilk səfərimizdə buna belə ayama qoşmaq istəyənlər də var idi, olsun. Bu cür düşünən insanlar da ola bilər. Amma mən bunu Azərbaycanın siyasi həyatı üçün çox böyük uğur hesab edirdim. Müxtəlif siyasi partiyaların bir arada olması, media nümayəndələrinin, politoloqların bir yerdə 30 il həsrətini çəkdikləri torpaqlara getmələri, səfər etmələri, o ağrını, acını bir yerdə yaşamaları və deyək ki, gələcəklə bağlı düşüncələrini bölüşmələri, görülən işləri bir yerdə seyr eləmələri bu son dərəcə mühüm bir işdir. Yəni, xalqın bütövlüyünü, milli birliyi düşünən insanlar buna ancaq sevinməlidir. Dünənki səfərimiz bizim Cəbrayildən başlayacaqdı. Bu mənim ümumiyyətlə bütün o rayonlara, hər rayonu mən intizarla gözləyirəm, nə vaxt gedəcəyik ora. Ona görə ki, o rayonların hər biri ilə bağlı mənim sayını bilmədiyim, onlarla xatirəm var. Onların hər birindən dostlarım olub, hər birinə dəfələrlə getmişəm. Ona görə o yerləri bir də necə görəcəm? O əvvəlki, belə deyək ki, gözəllik, əvvəlki nizam qalırmı? Təbii ki, qalmır. Bunu biz bilirdik, əvvəldən bilirik. Amma yenə adamın ürəyində bir belə çırpıntı olur ki, görəsən, nə isə o əvvəlki ruhun hansı bir hissəsini, zərdəsini hiss eləyə biləcəm, yoxsa yox. Dünən Cəbrailə mən təxminən eyni həyəcanla gedirdim. Həyəcanım bir də ona görə belə deyək ki, artıqdır ki, çünki mən vaxt ikən Cəbrailə çox getmişəm dostlarımın evlərinə, böyük yazıçımız Sabir Əhmədlinin ata yurdunda dəfələrlə olmuşam. Təəssüf ki, olmadığım, yeni tikdiyi, amma heç özünün də yaşamadığı bir ev var idi. Oranı da görmək istəyirdim. Qardaşı 19 yaşında Sovet İttifaqı qəhrəmanı olmuş Cəmil Əhmədovun ev muzeyi var idi. Orada çox, hətta onun bir kitabına mən öz söz yazmışdım. Onun məktublarına, ilk şeirlər kitabını buraxmışdıq. Yəni bunlar o yolun başındakı məktəb, o vadi, o kəhriz və kəhrizin bumbuz sulu kəhriz və onun üstündəki çınar ağacı, bütün bunlar hamısı adamı çəkir əlbəttə, görən bunlar necədir, sonra necə oldu bunların talihi. Təəssüf ki, bütün rayonlarda gördüyümüz kimi əvvəlki rayon, əvvəlki yurt yoxdur, Cəbrayil yoxdur artıq. Cəbrailin bütün evlərindən ancaq divarların bir hissəsi. O yamacdakı güllü, çiçəkli, bağlı, bağçalı evlər sırayla düzülmüş. O çınar ağacı, o kəhriz, onların heç biri yoxdur. Amma yeni bir Cəbrail var. Yeni bir Cəbrail tikilir, qurulur. Əslində bizim nəslində çox, Sabir Əhmədli də yoxdur, qardaşı da yoxdur, Vaqif müəllim də yoxdur. Cəbraildən olan dostlarımızın çoxu yoxdur bu günləri həyatda. Amma
deyək ki, Cəbrayıl yox olmayıb, Cəbrayıl işğaldan azad olunub və bugün yeni bir Cəbrayıl tikilir. Bəlkə yeni nəslin yeni Cəbrayılı, bəlkə də elə Cəbrayıldan sağ qalan insanların çətinliklə isinişə bilsələr də, yəni o köhnə Cəbrayılsız bir Cəbrayıl təsəvvür eləmək onlar üçün nə qədər çətin olsa da, amma yeni Cəbrayıl da gözəldir, çox gözəldir. Yeni binalar, artıq 2500-ə yaxın insan yaşayır orada. Binaların tikintisi davam edir, həyatda səliqəli. Köhnə çinar ağacı yoxdur kəhrizin üstündə, amma onun kökündən çox sürətlə pöhrələr qalxır. Cəbrayılın mərkəzində yenə çinar ağacları sıralanır, var və onun dibində yenə köhnə masalar qoyulub, yenə Cəbrayılın məşhur dəbli oynayanları o masaların ətrafında oturublar, çayxana və s. Bütün bunlar çox maraqlı, təzadlı bir mənzərədir. Bunu tam ifadə eləmək çox çətindir. Amma əsas odur ki, bir quruculuq işi var, məktəb tikilir, böyük bir məktəb. Ondan sonra yollar salınır və Qarabağda tək bir yol qalmamışdı. Ermənilər ora gəlib gedirdilər, necə gəlib gedirdilər, öz təbiətləri, tarixləri, ruhları, mənəviyyatsızlıqları kimi hər şeydə deməli bərbad eləmişdilər. İndi baxırsan Azərbaycan necə yollar çəkir, həm beynəlxalq əhəmiyyətli, həm kəndarası yollar, rayonlar arası yollar son dərəcə gözəl və bunların hamısı o yolların biri də indi Cəbrayıla uzanır. Sonra Cəbrayıldan sonra biz Şükürbəyli kəndinə getdik. Yəni Cəbrayılın məşhur kəndlərindən biridir. Bir xeyli ev tikilib və insanlar yavaş-yavaş insanlar yeni ruh gətirir o kəndlərə. Şükürbəyliyə getdik, Sultanlı kəndi tikilir, xeyli evlər, yəni bir tipli evlər tikilir, olsun. Biz adamlarımızı buna da öyrətməliyik. Küçələr indi kim necə gəldi, tikildi. Ondan sonra biri 4 mərtəbə imkanı var, biri 1 mərtəbə. Bəlkə bir müddət insanlarımızı elə uyğun bir şəraitdə evlər bərabər olsun. Hamının 12 sot torpağı, ondan sonra bağı bağçası, bəzilərinin hətta ağaclar da əkilib. Hamısının bir ölçüdə evləri olsun. Buna da öyrəşmək. Məncə bu çox yeni bir intibahın başlanğıcıdır. Bəlkə bütün bunun hamısını nəzərə almaq lazımdır. Bəzən adama solğun görür, amma ağaclar böyüdükcə görürsən ki, tamamilə yeni bir Azərbaycan, yeni bir Qarabağ, yeni bir Cəbrayıl və yeni bir Zəngilan doğulur. Ona görə bunların hamısını belə dərk elədikcə insan hər halda içimiz bizim Azərbaycanın ümumi gələcəyi ilə bağlı xoş duyğularla belə titriyir əslində. Mən sonra bu kəndlərdən sonra biz Araz sənaye kompleksinə, sənaye mərkəzinə getdik. Orada da çox geniş məlumat verildi. Qarabağ bölgəsinin o idarə etmə, yəni qurumunun, yəni yəqin ki, prezident nümayəndəliyi də orada. Onların gənc işçiləri çox maraqlı məlumatlar verir. Məsələn, o sənaye zonasının üstünlükləri, orada bəzi imtiyazların verilməsi, vergilərdən azad olunma filan, torpağın rahatçılıqla sənədləşmə işinin və Azərbaycanın ən böyük faciələrindən biri budur ki, istənilən bir işi sənədləşdirmək üçün canın çıxır, neçə qapı döyürsən, nə qədər bürokratiya, nə qədər boz sifətlər görürsən. Azad sənaye zonaları yavaş-yavaş o sökməlidir, dağıtmalıdır, o ənənəni biraz yeni bir baxış formalaşdırmalıdır. Orada da çox, deməli, əlbəttə, çox xoş oldu onların hamısını görmək. Bir sözlə Cəbrayıl quruculuq işləri, mənim dediyim, tanıdığım Cəbrayıl olmasa da, amma yeni Cəbrayıl çox gözəldir və mən təklif elədim yeni qurulan Cəbrayıla həm də oradan çıxmış xalq şairi, xalq yazıçısı Sabir Əhmədlinin bəlkə küçələrindən birinə onun adı verilsin. Yaxud qardaşı Cəmil Əhmədov 19 yaşında həyatını qurban verib. Yəni hər halda Cəbrayılın ziyalıları, böyük ziyalıları vardı, çoxudur. İndi yeni qurulan Cəbrayılda mən istəyirəm onlar unudulmasın, xatirələri yaşasın və o xatirələr indiki Cəbrayıl ilə köhnə Cəbrayılın arasında ən ciddi körpülər quracaq, körpülərdən biri olacaq. Oradan biz deməli əvvəl Zəngilan Ağal kəndə getmişdik. Məncə mən bir-iki dəfə getmişdim.
yolda hələ torpaq yolundan gedəndə əziyyət çəkirdik. Amma bu dəfə 3 paralel yol uzanır. Bir dəmir yolu, bu təbii ki, biz dəmir yolu ilə getmirdik. Bir köhnə yol, o tarlaların içərisindən kənd Horadisin torpaqlarıdır. Horadiz şəhər olaraq çox gözəldir. Deyim, Füzulinin şəhər mərkəzini, rayon mərkəzini əvəz edirdi neçə müddət. İndi və gül çiçəyin içindədir. Bu gün yulğunların çiçəklənən vaxtıdır. Çöllər elə bir əllə əkilmiş, nə qədər gül çiçəyi var yollar boyu. Təbiət özü əkib onların hamısını. Və o binalardan keçən dəfə də biz bir dəfə də orada olmuşduq. Bu dəfə tamam ayrı sahədir. Meşə sahəsidir. Meşənin binalardan təmizləmək çox çətindir. Binalar illər keçir və meşələr pöhrələnir. Yeni ağaclar, çollar, addım-addım ora girmək mümkün deyil. Sıx meşələrdir. Və o uşaqlar, o gənclər, o anaman işçiləri necə böyük qəhrəmanlıqla orada o işi görürlər. Mən düzü, əlbəttə, onlara ancaq alqış düşür, ancaq böyük belə ehtiram düşür ki, nə yaxşı ki, belə insanlarımız var və işləyirlər. Orada belə məsləhət oldu ki, bir binanı bizim bir binalanmış sahəyə getdi. Birini də mən partladım bu dəfə o binanı. Baxdım, yanımda dayanan oğlan o mənə təlimat verdi, nəyi necə eləmək lazım. Baxdım, gördüm, o da mənim yaxın bir dostumun oğludur. Əslində, vaxt ikən anama da onun işə düzəlməsi də mənim marağım daxilində olub. Mən bilməm, mümkün qədər istəyirdim ki, bəlkə də bir kömək də eləmişdim. İndi onu demək istəmirəm. Əsas odur ki, bugün yəni öz uşaqlarımız, özümüzün, dostlarımızın uşaqları, yaxın ailələrimizin uşaqları o ağır yükün altında həyatlarını riskə qoyub o torpaqları qarış-qarış təmizləyirlər. Bu çox böyük, ciddi bir işdir. O yollarla, dediyim yollarla 2 yol, köhnə yol və indi artıq magistral, beynəlxalq səviyyəli ta uzanacaq Zəngəzur, yəni Şərqi Zəngəzurun sonuna kimi, oradan da yəqin ki, sonra gələcəyinə keçəcək Naxçıvan torpaqlarına. O yolları görə-görə, görülən işləri belə işlərdən qürur duya-duya biz Zəngilə yenə Ağalı kəndə getdik. Ağalı kənd xeyli böyüyüb, ətrafında yanında başqa bir kənddə tikilir. Sonra Zəngilan su elektrik stansiyası, Zəngilanın deməli tikilən yeni evlər, hələ insanlar köçməsə də, yəqin bu ilin axırına köçəcəklər. Amma Zəngilan elə əvvəldən də meşəli, yaşıl bir yer idi. Bəzi yerlərdə deməli evləri tikib onun ətrafını yaşıllaşdırırlar. Zəngilanda gərək yaşıllıqları biraz nisbətən təmizləyib ev tikəsən. Sonra yaşıllıqlar onsuz da evləri hər tərəfdən əhatə edib. Məni sevindirən oldu ki, bu şəhərlərin hərəsinin öz sifəti var. Füzulinin öz sifəti var idi. Ağdamı görmüşdüm. Ağdam gələcəyin böyük bir şəhər idi. O tamam ayrı cürdür. Sonra Cəbrayıl fərqlidir və Zəngilan da fərqlidir. Bunların hər biri beynəlxalq miqyasda tanınan şəhər salmada ciddi təcrübələri olan xarici şirkətlərin yardımı ilə, köməyi ilə hamısı layihələşdirilir və o layihə əsasında da tikilir. Ürək dolu qayıtdım şübhəsiz, hər dəfə olduğu kimi. Və bir yolda düşündüm ki, bu şeyləri, bizim bu səfərlərimizin nə qədər mənəvi güc verdiyini, bizə nə qədər mənəvi güc verdiyini anlamayanlar və ümumiyyətlə görülən işlərin bəlkə də dəyərini, qiymətini kifayət qədər təsəvvür edə bilməyən adamlar gərək görsünlər. Qarabağ bir növ hörümçək toru kimi sağdan Araz boyu, Arazdan Şuşaya doğru, Arazdan deyək ki, o Araz boyundan Füzuliyə doğru, oradan Qubadlı istiqamətində, nə bilim, şimala doğru. Yəni bu yollar, tunellər, körpülər, sayı hesabı bilinməyən, sonra bu tikililər, bu qədər texnika, bu qədər insan gücü, bu qədər layihələşdirmələr, səfərlər, bunlar hamısı Azərbaycanın əli ilə görülür və heç bir xarici ölkənin yardımı olmadan bizə Füzulidə bilirik ki, Qazaxıstanla, Özbəkistanla Qazaxıstan
bizə biri bir məktəb, biri bir mədəniyyət mərkəzi tikib. Və bunun yanında mən indi biz görməsəydi, amma bu günlərdə çox böyük tarixi bir hadisənin şahidi olduq. Laçında beynəlxalq aeroportun tikilməsi, dağların başında, o cür çətin şəraitdə və onun yanında ona yaxın bir yerdə böyük istirahət mərkəzi. O istirahət mərkəzini mən gördüm, belə şəkilli gördüm də. Kim ondan imtina edə bilər? Dünyanın arasında elə gözəl saf hava, elə gözəl təmiz su falan tapa bilərsən. Öz torpağında yaradılır bunlar. Bundan əvvəl də var idi bəzi rayonlarda. Amma Qarabağ Azərbaycanın həyatına yeni bir hava gətirir. Bunu dərk eləmək lazımdır və Azərbaycanın iqtisadiyyatına da. Mən bu bəyanda deyirəm ki, Qarabağda görülən işlərin bu gün deməli tam əhəmiyyətini deməyim, əhəmiyyət biraz fərqlidir. Deməli, tam Azərbaycan həyatına gətirəcəyi gücü, yeniliyi, Azərbaycan ruhuna verdiyi qidanı və millətə verdiyi böyük inam hissini, əgər cəmaət hər kəs onu görsə, indi bundan sonra təbii ki, artır və görəcəklər. Bunu bütövlüyü ilə təsəvvür eləmək çox çətindir. Məncə bunun aydın bir təhlili də aparılmalıdır. Nə işlər görülür? Bu görülən işlər Azərbaycan iqtisadiyyatına nə verir? Hansı mövqeyi, hansı yeri tutur? Ondan sonra qeyri-neft sektorunun inkişafında Qarabağ necə ciddi rol oynayacaq? İnsanların işlə təminində, məsələn, o şeydə qurulan kəndlər və yerli adamlar köçür şübhəsiz, amma bununla yanaşı orada işləyən insanlar da məskunlaşmaq istəyirlər, qalmaq istəyirlər, onlar üçün xoşdur. Uşaqları orada məktəbə gedir və Qarabağ onlar üçün də doğma bir məkana çevrilir. Bütün bunların şahidi olduq və mən bir daha buradan Azərbaycan prezidentinin yanında siyasi partiyalar və qanunvericilik orqanı ilə iş şöbəsi, onun əməkdaş, gənc və istedadlı əməkdaşlarına o şöbənin müdürü, dəyərli Ədalət Vəliyevə təşəkkürümü bildirmək istəyirəm. Onlar səfərlər təşkil etmək üçün əziyyət çəkirlər, avtobuslar, maşınlar, yolda dayanacaqlar filan. Bütün bunların hamısı işdir və amma nəticə etibarıyla son dərəcə xeyirli işdir, son dərəcə dəyərli işdir və Azərbaycanın siyasi mühitinə yeni bir hava gətirən, siyasi partiyaları bir-birindən doğmalaşdıran, adamların arasında ünsiyyəti möhkəmləndirən və mətbuata da yeni qida verən, görülən işlər haqqında mətbuatda yeni materialların dərcinə şərait yaradan bir işdir və hesab edirəm bu iş daha da genişləndirilməlidir. Mən demirəm siyasi partiyalar testi. Məsələn, mən çox arzulayıram, Kəlbəcərə də gedək. Bəlkə elə o heyətdə, Kəlbəcər də çox sevdiyim rayonda. Amma ümumiyyətlə bu görülən işlər mətbuat üçün daha geniş açılsın və daha deməli, ətraflı məlumat əldə eləsin cəmaət. Mən bunu nəzərdə tuturam. Təşəkkür edirəm hamınıza.